Ətin yerine həmişə ələ işlətmişəm. Bu ne arızadır? Bu ərzəni vermək üçün 100 ildir məram tapa bilmirdim. Ver görüm nədir o? Bu adamı tanıyırsınız mı? Tanımıram. Tanımadınız? Mən yerli yurdu meyxanəsi olan bir adama... Bu adamın sizden şikayeti var. Neymiş şikayeti? Yurt yuvasını dağıtmışsınız. Yurdu hardaymış? Ne işle meşgul olurmuş? Mən hardan bilim? Haralısan? Bağdatdanam da. Orada mənim məkanım vardı. Gözəl meyxanəm vardı ağam. Gözəl. Teymur meyxanəni mi dağıttı sənin? Təkcə meyxanəmi dağıtsı da vardı ki, heç şikayətə gəlməzdim. Şəhərdəki bütün meyxanələri dağıtdı. Nə qədər gözəl çaxıllarımız vardı, hamısını dağıtdı Fərata. Mən ondan şikayətçiyəm ağam. Yadınıza düştü mü? Düşdü. Ərəb düz deyir. Mən bütün Bağdadı dağıtdım Oğuz xan. Bağdadı dağıtdımsa, Ərəbin meyxanəsi sağ mı qalmalıydı? Meyxana deyəndə benim balaca Girzad idi. Bağdatda mənim meyxanamdan böyük meyxana yox idi. Bilmirəm, yolunuz düşdü mü heç? Sen sus. Bağdadla ne düşmənçiliyiniz vardı? Bağdada ikinci dəfə girəndə şəhərin bütün kişilərini meyxanələrdə gördüm. Paxıllıq, qısqanclıq yaxşı şey deyil ağam. Desəydiniz, əvvəlcədən kücdə sizin üçün bir kiçik miz qoyardıq, üstünə bir bardaq şərab, bir də ki, rəqqasə, rəqqasə. Sus dedim sana. Lütfen. Devam edin. Cavanlar meyxanələrdə hamısı sərxoş, rəqqasələrin göbəyində şərab içirdilər. Ay Allah! O nə göbəyiydi, ay Allah! İlahi! O nə göbəyiydi, ilahi! Mən ona nə qədər qəzəllər yazmışdım. Mənə deyirsiniz, sus, amma mən bu saat Raziyənin göbəyindən danışsam, siz özünüz susacaqsınız. Mən sustum, mən. Devam edin. Onların arasında ordu sərkərdələri, zabitlər vardı. Kimi kumar oynuyor, kimi de şarap içip şiirlere kulak asırdı. Kadın, şarap, kumar olan yerde ordu çökür, mahvolur Oğuz xan. Ben Bağdadlıların Bağdad'a xəyanət ettiğini gördüm. Ona göre de
Bütün Bağdat'ı dağıttım. Yalnız mescidlerden başka. Halkı ise o cür yurda, o cür torpağa laqeyd halk yalnız cezaya layıqdır. Ben de ceza verdim. Sul şarabı sadi. Çünkü Tanrı beni yeryüzüne düzen, qayda qanun yaratmağa gönderib. Görürsünüz mü? Bu adam hələ də meyxana davası edir. Ağlı da, gözləri də əsrlərdir ki, raziyatlı bir rəqqasənin göbəyində qalıb. Belə bir xalq nəyə layiqdir ki? O divane desinler. Təklif eləyirəm, şikayətçinin şikayəti qəbul olunub, özü divandan çıxarılsın. Təklif qəbul olunur. Meyxaneye girəndə mən alqışlarla yer və yerdən ayıqlar üçün mən sərsəməm, sərxoşlar üçün peyğəmbərəm. Öyle sərməstəm ki, idrak etməzəm dünya nədir? Mən kiməm, saqi olan kimdir, meyir, səhba nədir? Şamı nəyə görə dağıtdınız? Şam'a bir günlük yol kalmıştı. Kefen giymiş alimler, biliciler dəstəsi karşıma çıktı. Şam'ın açarlarını getirmiştiler. Bu teslim olmak demeydi. Açarları almadım. Neden? Çünkü onların arasında İbn Haldun kimi dünyaca şöhretli alimler, biliciler vardı. Kefen giyip Şam'ın altın açarlarını getirmiştiler. Onları görəndə məni tər bastı. Mən o alimləri yaxşı tanıyırdım. Əsərlərini oxumuşdum. Oxuyub yaza bilmədiyiniz barədə eyhamlar var. Əgər belədirsə, necə oxumusunuz? Tarix mənə öz qiymətimi vermək əxlaqında deyil. Bizim heç birimizi qiymətləndirməyib tarix. Bilməmiş deyilsiz. Sizin qiymətiniz nə olmalıydı ki, olur olar. Sizin qiymətiniz sizdən sonra qalan xalqdır, millətdir. Əgər o xalqın, millətin hörməti, qiyməti varsa, sizin də var. Siz elə düşündünüz ki, bütün qələbələr, qalibiyyətlər əbədidir, qalandır. İndi baxın, yaxşı baxın, Əmir Teymur. Biz yenə də sizin dağıtdığınız 27 türkmən tayfası kimi bir-birimizi didməkdəyik.
Bu ağır ittihamdır Şama. Əsas ittiham elə budur, xan. Bütün suallar buna görədir. Və bugün burada cavab verilməlidir.